Aziz dostlar, əziz biznes həmkarlar, hamınıza möhtəşəm və şad xəbərim var. Bugün 8 avqust 2016-cı ildə THW Global kampaniyası söz verdiyi kimi test reklamlarını verməyə başladı. Bu, reklam verən şirkətlərin əmin olması üçün lazımdır. Onlar çox böyük pullar ödəyiblər. Arxayın olmalıdırlar ki, onların reklamlarına canlı insanlar baxırlar. Test reklamlarına keçməzdən əvvəl bəzi məsələləri aydınlaşdıraq. Çox verilən suallardan biri odur ki, bir kompüterlə bir neçə nəfər qeydiyyatdan keçmə məsələsinə baxaq. Cavab verirəm ki, bir kompüterdən istənilən sayda olan adam qeydiyyatdan keçirmək olar. Hər kəsin ancaq ayrıca logini, parolu və emaili olmalıdır. Bir kompüterdə hamı öz back-offisinə daxil olub reklamlara baxa bilər. Əlbəttə ki, eyni vaxtda yox. Bir nəfər hamının yerinə, yəni ailə üzvlərinin yerinə işləyə bilər. Yalnız şirkət çox ciddi tələb edir ki, qeydiyyatdan keçənlər 18 yaşdan yuxarı olsunlar. Əks təqdirdə həmin şəxs sistemdən çıxarılacaq və onu bloqlayacaqlar. Şirkət bunu necə biləcək? İş başlayandan bir ay sonra şirkət hər kəsdən şəxsiyyət vəsiqəsi, pasport və ya sürücülük vəsiqəsinin sürətini tələb edə bilər. Tələb edəcək və ya tələb edə bilər. Ona da tələb edə bilər deyirəm ki, bu tam dəqiq deyil. Yəni ki, reklam verən şirkətlərin ixtiyarı var ki, onlar bunu tələb etsinlər. Hər hansı bir şübhə yaransa. Ona görə, əziz dostlar, diqqətli olun. Öz akkauntunuzdan əlavə akkaunt açmaq istəyirsinizsə, bunu 18 yaşdan yuxarı qohum-qardaşın adına açın və onların yerinə işləyin. İlk gündən doğru işləməyə başlayın. İndi isə daha diqqətli olun. İş çox sadə və asandır. İndi biz bunu sayt üzərində gəlişə onu aydınlaşdıracağıq və test reklamı necə baxılmaya lazım. İlk növbədə biz şirkətin sayt haqqında məlumat ki, burada var, onun gündəlik real məlumatları 784.108 nəfər qeydiyyatdan keçib, bunun 316.911 nəfəri isə sorğulara cavab vermişdir. Sorğu demişkən, bütün qeydiyyatdan keçən insanlar hökmən demoqrafi sorğuya cavab verməlidir. Əks təqdirdə həmin insanlara reklam verilməyəcək. Çünki sorğu ona görədir ki, şirkət bilməlidir ki, sizin maraqlarınız nədir və sizin maraqlarınıza uyğun sizə reklam göndərsinlər. Dediyimiz kimi və test reklamı bugün verilməyə başlayandan artıq demək insanların şirkətə yazılma sayı həddindən çox artmışdır və sorğuya cavab verənlərin sayı da artmışdır. İndi biz demək şirkətin test reklamlarının verilməsini bilmək üçün demək biz ilk növbədə brauzerdə thwglobal.com yazırıq və enter düyməsini basandan sonra biz belə bir səhifə əldə edirik. Bu səhifə nə deməkdir? Bu səhifə artıq reklam portalıdır ki, eminim ancaq həmin THW Global şirkətə məhsul reklamlardır. Bunlar burada verilir və bunlar bura klik eləməklə bu heç bir şey alınmayacaq və burada biz demək artıq mən sayta daxil olmuşam deyək ki, demək bayaq klik elədim və siz burada sign in düyməsi var, yəni daxil olmaq sözü var. Bunu düyməyə basandan sonra siz daxil olsun back-office. Artıq mən back-office'in elə bir ki, mən birbaşa back-office'e daxil olmuşam. Burada bizim back-office'imizdir və burada sol tərəfdə yəni bütün demək ana səhifə və burada başqa səhifə, burada bizim demək neçə videoya biz like eləmişik, yəni bəyənmişik, neçəsini bəyənməmişik, burada bizə onu göstərir. Mən artıq demək bəyənmiş formada demək bir neçəsi bəyənmişəm və bunu yoxlayanda məsələn hansı video xoşumuza gəlir bunu like eləsə baxarıq ki, mən demək burada bu videoları məsələn baxmışam və bunu bəyənmişəm, demək like etmişəm və burada bunu göstərir. Yəni demək bu statistikanı göstərmək üçün deyirəm belə bir şey. Burada isə mənim ID nömrəm və burada digər şeylər burada var belə. İndi biz təzədən qaydırıq həmin məsələ ki, burada demək, ana səhifəyə düyməyə basırıq və təzədən biz görürük, burada bütün reklamları görəcəyik. İndi biz bu reklamlara necə baxırıq? İndi mən, demək, burada hər hansı bir reklamı seçirəm, ona like edirəm və o göstərməlidir.
İndi bizim mənim kompüterimdə nəsə bir problem var. Mən gördüm ki, burada nəsə yenilənmə, hansısa bir çatmazlığı var ki, bu proqramla bağlıdır. Bu açılmadı. Ancaq mən bunu planşetdə yoxladım. Planşetdə bu açıldı və həmin layıqları oradan eləmişəm ki, və göstərdim ki, bəli, sistem işləyir. Yəni, əvvəl düşündüm ki, Azərbaycanda bəlkə qeydiyyat olanların sayı azdır, hələ 2000-ə çatmayayım, nəsə belə bir şey. Ancaq gördüm, yox, elə deyil. Planşetdən mən öz back-office-imə daxil oldum və layıq eləməklə bunu əldə edim. Və gördüyünüz kimi, burada bir daha göstərmək istəyirəm ki, bu həmin burada mənim demək like video deyilən bir şey basıram və burada gördüyünüz kimi bir neçə burada videonu görürük ki, həmin bu videoları demək mən like etmişəm. İndi proses necə gedir? Bir daha sizə göstərirəm ki, necə gedir. Demək, burada siz bu videoları deyək ki, demək klik eləməklə həmin video, rolik demək açılır. Açılandan sonra bir dəqiqə çəkir. Bəzən 50 saniyə, bəzən 59 saniyə, bəzən 40 neçə saniyə baş verir bu həmin roliklər. Və siz buna axıracan baxmalısınız. Baxandan sonra, tam qutarandan sonra siz burada bəyəndim, bəyənmədim düyməsi var. İndi burada demək siz hansını baxandan sonra bu, açılan sonra bu göstərilir. Yəni bu hansını xoşunuza gəlsə bəyənirsiniz, xoşunuza gəlməsə demək barmaq, baş barmaq aşağı işarəsini basırsınız və bəyənmirsiniz bu formada. Yəni şirkət üçün çox da önəm daşımır. Siz bəyəndiniz, bəyənmədiniz. Ya əsas odur ki, ya bəyənirsiniz, ya siz ona baxırsınız və ona like edirsiniz. Şirkət tam əmin olmalıdır ki, siz canlı insansınız və sizin bu rolikə baxırsınız. Baxdınız və ondan arxayın oldunuz. İndi biz bu prosesi demək bizim liderimiz Michael Lifshin demək roliki əsasında göstərim ki, o necə orada olur və onu biz görək ki, tam aydın sizə aydın olsun. Bax, gördüyünüz kimi Michael demək həmin bu roliki çəkmişdi. O da bu burada deyək ki, dala qayıdın bir balaca göstərsiniz, görərsiniz və burada bax görürsünüzmü? O göstərir ki, ana səhifəyə daxil olur. Mən burada bax THW Global yazır, belə deyək. Yazandan sonra və daxil olur o rəsmi səhifə, şirkətin rəsmi səhifəsi açılır. Rəsmi səhifə açılandan sonra mən bunu burada bir baxın burada sign in düyməsi var. Yəni ki, daxil olmaq deməkdir. Bax bu düyməyə basılır, bu düymə basılır. Düymə basılandan sonra biz öz back-office-imizə gedən yola çıxırıq. Yəni bax belə bir səhifə əldə edirik və bu səhifədə öz parolumuzu login yazır və daxil. Artıq biz burada back-office-in içindəyik. Back-office içindəyik və back-office içində olmaqla gördüyünüz kimi burada birinci reklama klik eləyirik. Məsəl üçün bu Michael eləmişdi. Mən onu elə bir rolik üstündə yazıram, bunu əlavə çəkirəm sizə daha aydın olması üçün. Və gördüyünüz kimi demək bu səhifədə demək Michael bax klik eləyir və görürsünüz bax həmin bu video açılır. Video açılır və burada göstərir ona demək çox baxan insanların sayının 3000 nə qədər var, 30 neçə min orada var. Demək onu göstərir. Siz onun çox da sizin üçün böyük əhəmiyyətə malik olursunuz, yəni 3000 ya 30000 belə, yəni baxılır və o baxışların sayını göstərir. Və bəli, indi o burada deyək ki, rolik açdı, bəli, rolik açandan sonra artıq bu belə bir rolik gedir və rolikə deyir ki, axıracan biz baxmalıyıq, tam rolik qutarandan sonra, tam bunu biz qabağa, və burada görürsünüz, göstərir 50 neçə saniyədir bu rolik və bu rolik baxılır, baxılandan sonra tamam, mən bir qabağa verirəm onu. Bax, bu like düyməsini basın, bəyəndim düyməsini. Onu deyək, istəmirsiz, bəyənmişsiniz, bəyənmədim düyməsini basın, ya bəyəndim düyməsini basın. Belə bir şeylər eləyirsiniz və bu təzədən keçirsiniz, o deyək, təzədən home səhifəsinə qayıdın. Ancaq mən gördüm ki, planşetdə yoxladım. Bu home səhifəsinə qayıtmaq lazım deyil, ana səhifə qayıtmaq. Siz bu hər hansına birini vursunuz, yenə alınacaq. Yəni ki, burada hər hansı birini vurulanda rolik açılır və demək, təzədən həmin rolikə dalbadal baxırsınız, yenə deyək ki, ikinci bir səhifəni açdır. Demək, burada bu share video çoxlu demək, yəni dalşı çoxlu video istəyirsə baxmaq, o açılır və çoxlu video sizə göstərir. Çoxlu video sizə göstərir və təzədən yenə hər hansı bir videoya o deyək ki, like edir və burada məsəl seçir, burada bəbir bağlarıdır, pələng bağlarıdır, deyək ki, buna baxır və bu da neçə saniyəcə davam eləyəcək və onun da axırında həmin düyməni də demək, burada like edəcək. Bu, artıq həmin şirkət, bu reklam verən şirkət biləcək ki, bəli, buna videoya baxıldı. Yəni, təzədən başqa bir videonu açır. Bu formada, bu minvalla biz gün ərzində, bu hələ test reklamlardır, biz testi, yəni, nə qədər biz çox buna baxsaq, yəni ki, bizim şirkətimizin başucalığıdır və əmin reklam verən şirkətlər isə daha əmin olurlar ki, bəli, burada insanlar çox aktivdirlər, çox faaldılar, işləyirlər və həm pul qazanması, həm də bunların reklamlarına baxırlar.
Və bəli, burada yeni bir səhifə açıldı və indi təzədən burada danışır ki, öz səhifəsindən ki, sahibi göstərir ki, sürətlə artmağından danışır və öz səhifəsinə qayıdır. Burada Survey Center'də göstərir ki, burada hökmən bu demək, barmaq işarəsi, əla işarəsi göstərilməlidir. Suala hökmən cavab vermək lazımdır. Düzgün cavab vermək lazımdır suallara və sizin dəvət adamlar da siz dəvət edin və onları da öyrədin ki, necə suala cavab vermək lazımdır və öz adamları necə dəvət eləmək lazımdır. Və belə. Sonra Michael göstərir ki, onun 115.000 şəbəkəsində adamlar var. Yəni ki, özü 4 səfə dəvət edir, qalan bunlar bir-birini dəvət edir. Bu insanlar hamısı axı başa düşürlər ki, işin əsas mahiyyətini başa düşürlər ki, bu iş çox gözəl bir işdir və bu yaxşı gələcək burada yatır. Yəni gələcək yaxşı pullar var. Bütün övladlarımıza, nəslimizə, yəni bu pullar ömürlük vəs eləyəcək və bu iş nəslimizə, övladlarımıza varis kimi bu biznesi biz verə də bilərik. Belə. Sonra mən yəni ki, bu Michael'ın videosunun üstündə gəlişirəm ki, burada onun əlavə nə deyir, hamısı mən o qulaq astım, öyrəndim və onun tərcümə forması sizə danışıram ki, məlumatı biləsiniz. O çox ciddi tapşırır ki, yəni ki, bu hər sadə insan üçün demək, bu çox ciddi tapşırır ki, burada bir narşinə, biz elə bir ki, bir pozuntu iş aparmayaq, yəni saxtakarlıq eləməyək demək istəyirəm də, yəni belə bir şeylər və burada ən sadə insan da özü üçün nəsə pul qazana bilər və bir nəfər tək işləsin, heç dəvətləməsi $1000 qazana bilər, 500 qazana bilər. Yəni kim gündə deyək ki 10 həftəyə 10 saat verilibsə, siz həftəyə 10 saat baxmadınız deyə 5 saat baxdınız, neçə saat baxsa, siz o miqdarda pul alacaqsınız. Yəni söhbət bundan gedir. Əlbəttə ki, bu işi düzgün, doğru düzgün qiymətləndirmək lazımdır ki, belə. İndi təzədən biz qayıdırıq bu səhifəyə. İndi mən öz deyək ki, lap öz saytimə də keçə bilərəm, sizə öz saytimdən göstərə bilərəm bu dəqiqə mən. Və burada biz sol tərəfdə dediyim kimi, sol tərəfdə və burada bizim bütün hamısı göstərilir. Bizim back ofisimiz və bizim buradan bu çıxmağı göstərir, çıxmayla çıxırsınız və burada dediyimiz kimi videoların bəyənmə videonun sayı burada göstərir və şirkət də bilir ki, siz hansı videoya baxdınız. İndi burada biz ana səhifə düyməni bassaq, demək, yox. Bunu bir də qayıdım, burada back office düyməsini basın, mən öz back office'imə daxil olun bir anlığa, sizə burada bəlkə göstərim. Və gördüyünüz kimi burada bizim back office'imizdə, demək, mən şirkətə yazılmışam, 1926-cı adamam, şirkət təzə açılanda mən şirkətə qoşulmuşam, yəni mahiyyətini başa düşdüm, mən ki, dəvətlə mən bunu özüm tapıb qoşuldum və burada update, yenilənmə var, bunu testi baxın, suallar, yenilənmə, məlumat öyrən, fakt, sual-cavab bölməsidir, buna baxın, yeni suallar, cavablar ola bilər və bu sualı sizin istədiniz burada olmasa, sualı yuxarılara biz verə bilərik. Dediyim kimi, burada ana səhifə, burada mesaj centerdir, bizə mesajlar deyək ki, yeni məlumatlar burada daxil olur. Və burada settingdə biz dediyimiz kimi siz burada həmin profili dəyişə bilərsiniz, orada müəyyən məlumat dəyişə bilərsiniz. Burada referral centerdə, burada isə sizin adamlarınız, sizin arıca düşən insanlardır ki, hansı ki, məndə də burada haradasa bir 98 nəfər mənə yazılıb, 64 nəfər o gətirib, 15 və 177 nəfər burada adam vardır. Hər dəfə də təzə adamlar düşür, mən bunları tanımıram belə baxanda və bizim əsas məsələmiz, burada binar sistemi də var, gələcəkdə olacaq binar sistemdə. Burada necə binar sistem görürsünüz? Burada bu plusu basdıqca insanlar demək ardımızca düşür, yəni bunlar minlərlə, milyonlarla ola bilər və gələcəkdə binar plan işləyəndə bunun bizim üçün çox böyük əhəmiyyəti olacaqdır. Hal-hazırda bunlar ancaq bir xətlə düzür, solda düzür, sağda isə düzmür deyək ki və bunun növbətə paylayacaq, sağ-sol bölüşəcək və bunun bizim üçün xeyri var. Survey Center dediyim kimi, hamıda Survey Center'də, Demo Center'də burada bu işarə bizə lazımdır. Baş barmaq işarəsi, əla işarəsi, yəni ki, suala cavab vermişsiniz. Bu sualdan sonra ikinci bir sual orada var ki, yəni ki, language, dil məsələsi ilə bağlı, yəni ki, 16 dildə şirkət reklamları göndərəcək bizə və aydın eləməlidir ki, sizə hansı dildə göndərilsin. Mən elə bilirəm ki, hamısını danışdım, elə bir danışmadığım bir şey qalmadı. Yəni ki, əziz dostlar, tanışlar, qardaşlar, yoldaşlar, yəni ki, siz tələsin, bu gözəl, möhtəşəm bir işdir, çox möhtəşəm bir işdir. Allahın köməyinə bu iş artıq təxminən bir 38 gün, neçə gün qalıbsa bunun, deyə burada yazılıb ki, bu tam starta 752 saat qalıb, bu da təxminən 30-35 gün eləyir, haradasa belə deyək. Bu günlər demək,
təxminən sentyabr ayına gəlib çatır. İndi çox güman bir ay müddətində test reklamı olacaq. Şirkət görsün ki, insanlar necə işləyirlər. Yəni bu reklam verən şirkət də bilsin ki, bunlar pulları hədərə səpələmirlər də. Bu formada bir şeylər bizə anlaşdırılır. Və Allahın köməyinə elə bilirəm ki, bu işdə olan insanlar hamısının üzü güləcək, hamısı normal pul, halal pullarını qazanacaqlar və gündə 2 saat olmaqla planşetdə, telefonda, smartfonda, kompüterdə, bekar vaxtlarında oturub həmin maraqlı olar üçün maraqlı videolara baxacaq, reklama baxacaq, like eləyəcəklər, bəyənəcəklər ya bəyənməyəcəklər və öz pullarını qazanacaqlar. Dediyimiz kimi pul da ən müasir sistemlərlə, ödəmə sistemləri ilə göndəriləcək. Onun üçün narahat olmayın, yəni böyük bir, ciddi bir sistem, ciddi bir şirkətdir. Artıq demək 1 milyona yaxınlaşır bunun insanları. İlin axırında 5 milyon ola bilər və bir də əlavə məlumat sizə verim ki, Michael'ın dediyindən deyirəm ki, deyir ki, ola bilsin ki, şirkət müəyyən adamlar yığandan sonra dedi ki, bəsdir, daha dayansın. Yəni ki, onun üçün 5 milyon bəlkə adam bəsdir, bəlkə 2 milyon bəsdir. Bunu heç kim qabacdan deyə bilmir. Ancaq bulan planları var ki, adamın sayıda çox ki, ola bilsin ki, şirkət böyüdür və müəyyən yığıb-yığışdırma məsələsi var burada. Dedi ki, yox, dayandırıram, 5 milyon mənə adam bəsdir. Ona görə demək istəyəm ki, əziz dostlar, tanışlar, yerinizi möhkəm tutun, heç bir risk yoxdur, qorxu yoxdur. Yəni ki, burada nədənsə qorxmaq, eləmək, çəkinmək, özünü dartmaq və ilə axır lazım deyil. Yəni ki, varlı insanlar qoy yazılmasınlar, imkan yazılın, qoy sadə insanlar, kasıblar yazılsın ki, ən azından ayda 1000 manat, 1000 dolar üzrə pul qazanacaqlar. Allahın köməyi ilə halal xoşları olsun bu formada. Heç kəsi dəvət eləməsələr də 1000 qazana bilər. Dəvət etsələr daha yaxşı. Əgər siz dostlarınızı, qohumlarınızı sevirsinizsə, onlara da məlumat verin, qoy onlar da bu şansdan yararlansınlar. Əziz dostlarım, hamınızı təbrik edirəm, yəni çox sevinirəm. Allahın köməyi ilə bu sizi maddi asıllıqdan tam qurtaracaq. Siz tam maddi sərvəti əldə edəcəksiniz. Heç kəsə siz möhtac olmayacaqsınız. Ömür boyu bu pasiv qazanc əldə edə biləcəksiniz. Hamınızı bir daha təbrik edirəm. Urra, urra, urra. Təşəkkür edirəm. Sağ olun. Hamınızı təbrik edirəm.